Mirəli Ağa Qərbi Azərbaycanın Qəmərli rayonunun Çidəmli kəndində Seydlər ailəsində 1880-ci ildə Seyd Mirtahir Ağanın ailəsində doğulmuşdu. Məclislərdə hörmətlə xatırlanan Seyd Mirəli Ağanın anası Seyd Bəyim xanım, qardaşı Seyd Mir İsmail Ağa, bacısı Seyd Əliyə xanım olmuşdu. Seyd Mirəli Ağanın 9 qız övladı var idi. Qızları Minə bəyim, Fizzə bəyim, Əliyə xanım, Zərifə xanım, Şölə xanım, Sura xanım, Bəyim xanım, Sona xanım, Bəsti xanım. Mirəli Ağa hələ doğma Qəmərli rayonunun Çidəmli kəndində olarkən ağır nəfəsli Seyid kimi tanınmış, xeyirxahlıqda, mərhəmətdə ad çıxarmış, el-obanın nüfuzunu qazanmışdı. Stalin rejiminin təzyiqi ilə minlərlə Azərbaycanlı öz doğma ev-eşiyindən qovuldu. 1949-cu illərdə Mirəli Ağanın ailəsini də deportasiya etdilər. Ağa ömrünün ahıl çağında əvvəlcə Salyan rayonunun Marışlı kəndində 1 il, sonra isə torpağı bərəkətli və biçənək üçün əlverişli olan Yevlax rayonunun Malbinəsi kəndində yurd saldı. Kənd cəmaatı haqqında çox eşitdiyi ağanın kəndə gəlişinə şad oldu. Yığışıb ağaya torpaq sahəsi ayırdılar, ev tikdilər. Ağa bu kəndə köçəndən el-obaya bərəkət, bolluq gətirmişdi. Hər əkin vaxtı kənd cəmaatı Allahdan ağanın hörmətinə əkinlərinin bol olmasını istəyərdilər. Mirəli Ağa atını minib əkin-biçin sahələrinə gedir, kənd cəmaatına iş başında xeyirli bərəkətli olmasını arzulayır. Kənd cəmaatı bir xeyir iş görəndə ağaya müraciət eləyər, hər yerdən əli üzüləndə ağanın qapısına pənah gətirərdilər. Mirəli Ağanın cəddi də onları naümid qoymazdı. Onun qapısına gələnlər bu eldən bin bərəkət, xeyirxahlıq, Allah eşqi aparardılar. Mirəli Ağa elə adam idi ki, hər adam onun dilinə gətirməyə qorxur ki, bəlkə natanizəm, bəlkə əlimi yumamışam, üzümü yumamışam. Ancaq o elə adam idi, onun bir belə lavaşını, qırığını yerdə yerə bölüb, ciblərinə qoyub gətirib uşağına paylayır. Sevd abacığı yuxadan lavaşdan bizə bir aparaq. Bura həmişə çörəkli, Mirəli Ağa babamın ocağı həmişə çörəkli olubdur. Allah qəbul eləsin, apardı çörəyə də, uşağa da gedir, anasına da gedir. Mirəli Ağa mərhəmətli, kəramətli Seyid idi. Hamı ilə mülayim dolanar, heç vaxt taleyindən gileylənməzdi. Qapısına gətirilən nəzir niyazın çoxsunu özü imkansız olsa belə kasıb-küsuba paylayardı. Nəzir gətirəni əvvəlcə bir sınağa da çəkərdi. Cibindən onluq çıxardıb qəsdən gələn adama verərdi. Əgər xırdalamağa pulu oldu, ağa nəzri qəbul eləyərdi. Olmasaydı, zorla çıxardığı pulu həmin adama verərdi. Deyərdi ki, baba payıdır, qoy cibinə. Ağa xatirimdə çox bir gözəl insan kimi qalıbdı. Onun geyimi, o vaxtı yaşının gözəlliyi, papağının geyimi, hər bir şey çok gözəl yadımdadır. Adam o danışdıqca heyran qalırdı. Onun qapısına, evinə gedirdilər ki, onun verdiyi məsləhata ya əlini onların başına, ürəyinə sığmaqla o insanlar həqiqətən də şəfaət tapırdılar. Mən özüm də öyle ondan qapısına getmək, onların bir stakan çay hazırlayıb verməklə elə bil həkimi də əvəz eləyirdi, dərmanı da əvəz eləyirdi. Dərmansız bu insanların, onun cəddinin köməkliyi insanlara şəfa tapdırırdı, tapırdılar. Onları indi də o Yevlax rayonunun Malbinə kəndi yaşayır. Rəhmətə getdiyi yerdə, qəbristanında da onu ziyarətə gedirlər. Nə də ki, o insanlar demək, heç bir pul vermədən, eləmədən o şəfa tapmaq üçün onun dəryana gedirdilər. Gördüm bir kadındı, bir yaşlı anadı. Gəldilər, dedi bizim ziyarətimiz var, gəlmişik ziyarətə. Gəldi, içəridə ağamın şəklindən ziyarət elədilər. Dedi, mənim bir
xəstəm var, ona imdad istəyirəm. Ağama gəlmişəm, şəfa tapam buradan. Gəldi ziyarət eləyəndə dedi, mənim oğlum neçə ildir, 5 ildir, bir evladım rəhmətə gedibdir, bu da ikinci evladımdır. Bu da xəstədir. Bunu da hər yerə aparmışam. Gəldi buradan ağamın nişanasından verdik, bir də bir balaca da çörəkdən verdim. Bunu götürdü, getdi. Bunu apardı uşağın üstünə tikdi o nişananı, ağamın qurşağını. Çörəyi də götürüb yedirdibdi. Aradan bir xeyli keçdi, ana, həmən nənə, bir də o oğlan gəldi. Dedim, buranın mən o cür hökmünü gördüm, şəfasını gördüm, Miral ağanın ocağının. Mənim evladım yaxşıdır. Bütün Allah hamının niyyətini dedi, qəbul eləsin. Buradan da heç kimin namut qaytarmasın Miral ağanın cəhətti. Mirəli ağa ocağıdır, Mirəli ağa ocağıdır, Mirəli ağa. Bugün onun Yevlax rayonu Malbinəsi kənd qəbristanlığında uyuyan müqəddəs məzarı insanların ziyarətgahı, təmah yeridir. Ağam hər ayda bizi yapalırdı dağa. Anam kalırdı aranda. Gitti yola dağa. 5-10 gün sonra ağam nefes alabilmedi. Oturdu, orada dincəldi, su içdi. Ondan sonra gəldik biz balaca istituya. Ora gələndə də orada həkimlər var idi, istirahətə gəlmişdilər. Hakim geldi, yokladı, baktı. Dedi ağa, sen burada dayanma. Ürəyin yağlıdır, dayanabilmezsen, köş gel arana. Ağam bize göre öz canını koydu. Ağanın ölümü də möcüzə idi. Ağa 1953-cü ilin yayında Kəlbəcərin İstisu sanatoriyasında istirahət edərkən qəflətən halı pisləşir. Oraya istirahətə gələn bir həkim ağanı yoxlayır. Ağıya arana köçməyi və yağlı yeməməyi məsləhət görür. Qardaşı İsmailı arandan çağırtdırıb kəndə köçür. Kəndə qayıdandan sonra həyat yoldaşı Dilbəri çağırıb aş dəmləməyi, qonşuları, kəndin ağsaqqallarını qonaq çağırmağı tapşırır. Sonra ağa Dilbər xanıma deyir ki, soyutma çolpa bişir, balalarımla mən də çörək yiyeyim. Ağa bilirdi ki, birazdan həyatla vidalaşma vaxtı yaxınlaşır. Qızlarının ikisi körpə olduğu üçün hərəsinə bir tikə öz əli ilə yemək verib, birinə deyir ki, sən mənim sona bülbülümsən. Bəsti xanım dillənir. Ağa, bəs mən? Ağa gülə-gülə bir tikə də Bəsti xanıma uzadır. Deyir, sən mənim son beşiyimsən. Ağa Dilbər xanıma deyir ki, hava çox istidir. Uşaqları evə sal, yatsınlar. Bəsti xanım və Sona xanım yatmaq istəmirlər. Ağa qızlarının başını sığallayır. Deyir ki, biraz yatın, qalxarsınız. Və bacısının adını qoyduğu qızı Əliyə xanımı bağrına basıb deyir. Qızım, artıq böyük qız olmuşsan. İndi ağana kömək eləyərsən. Bugündən gələn köməksiz insanlara Allahdan kömək istə. Bizi yaradan cəddin hörmətinə kömək eləyər. İndi bacıların əlindən tut, apar, yatsınlar. Dilbər xanım qızları içəri salır. Qonaqlar yeyib içəndən sonra ağaya razılıq eləyib gedirlər. Ağa üzü qibləyə uzanır. Dilbər xanıma qonşu Məhəmmədi çağırmağı xahiş edir. Dilbər xanım və qonşu Məhəmməd gəlirlər ki, Mirəli ağa dünyasını dəyişib. Deməli, Tanrı dərgahına könüllü getdi ağa. Belələri ulu yaradanın ən sevimli bəndələridir. Mirəli ağa ocağıdır, Mirəli ağa ocağıdır. Deyirlər dünya Allahın bir ol kəlməsindən yaranıb. Zaman-zaman bu dünyanı var eləyən insanların arasında tək-tək əbədi yaşarlar olub. Onlar olub ki, gələcək insanlar dünyanın nələrdən, kimlərin çiynindən keçib bizlərə əmanət verildiyini unutmayaq. Unutmayaq ki, Seyid Mirəli ağa da təkcə ailəsinin dünyaya gəldiyi Qəmərli rayonunun Çidəmli kəndinin deyil, böyük bir el-obanın səcdagah yeri olub.
Seyid Mirəli ağa kimilərinin sayəsində dünya hələ məhvərindən çıxmayıb.